Burada 2 mol metan var və metana X qazı əlavə olunur. Əmələ gələn qarışığın hidrogenə görə sıxlığının qarşıdakı qazların mol sayından. Yəni bu 3 mol əvvəlki metalla əlavə olunan qazın mol sayıdır. 2 mol metan olduğuna görə avtomatik X mol burada olacaq 1 mol. Cəmi olacaq 3. 2 metan bir də əlavə olunan. Deməli burada avtomatik metanın orta molar kütləsi 16-dır və 2 mol var. Əmələ gələn qaz qarışığının orta molar kütləsi də M2-dir, 12-dir. M hidrogenə görə nisbi sıxlığı. Oradan da D hidrogenə görə nisbi sıxlığını tapanda M orta bölünsün 2 bərabərdir 12. Buradan da M orta eləyir 24. Deməli bizdə 2 mol metan var, 16 vursun 2 üstə gəl 1 mol X var, bölünsün 3 bərabərdir 24. Buradan da 32 üstə gəl X bərabər 24'ü 3'ə vuranda 72, X də bərabərdir 40. Cavabımız B variantı.